papilloma virusun qadınlardakı olan bütün müayinələri vaginaldır. Pap smear analizi, HPV-nin təyin analizi, kolposkopik müayinə, vaginal müayinə zamanı müayinə edilir. Doktor, HPV-yə yoluxma necə baş verir? Ümumi papilloma virus cinsi yoldan yoluxulan bir infeksiyadır və əlbəttə ki, nadir hallarda kontaktla yoluxma baş verə bilər, amma ən çox yoluxma cinsi yoldan baş vermiş olur. Doktor, HPV-nin əlamətləri hansılardır? Ümumi papilloma virusa bir çox pasiyent yoluxmasına baxmayaraq heç bir klinik əlaməti olmur. Amma bəzi hallarda pasiyentlər müraciət edən zaman qaşınmanın olması, vaginal axıntının olması, cinsi əlaqə zamanı kontakt qanamanın olması, göynəmə, həssaslıq kimi şikayətlərlə də müraciət edirlər. Doktor, HPV-də zil olmadan pozitiv çıxa bilər? Bəli, ümumi papilloma virusun bütün növləri kandilomanın, papillomanın, zillərin yaranmağına səbəb olmur. Bəzi nömrələri isə ümumiyyətlə heç simptomsuz olaraq da pasiyentdə var ola bilirlər. Doktor, HPV ilə uşaq dünyaya gətirmək mümkündür? Bəli, bəzən olur ki, pasiyentlər ümumi papilloma virusa yoluxmalarından xəbərsiz olurlar, heç bir klinik əlamətləri də olmur. Amma təsadüfi müayinə zamanı hamiləlik dövründə ümumi papilloma virusun pozitiv olduğunu öyrənirlər. Bu kimi hallarda əlbəttə ki, uşaq dünyaya gətirə bilərlər. Amma bizim tövsiyəmiz odur ki, hamiləlik dövrü həkim nəzarətində olmaları, daim immunitetlərini yüksək saxlamaları və əlbəttə ki, təbii doğum etməyib də KSR ilə uşaq dünyaya gətirmələri tövsiyə olunur. Doktor, HPV bədəndən öz-özünə yox ola bilər? Bəli, ümumi papilloma virus 2 il ərzində heç müalicə olunmasa belə orqanizmində tamamilə atıla bilər. Doktor, HPV olan qadınlara pap test və ya kolposkopiya lazımdır? Bəli, ümumi papilloma virusu pozitiv olan pasiyentlərə hər 6 aydan bir kolposkopik müayinənin və pap smear analizinin verilməsi məsləhət görülür. Doktor, HPV zamanı immuniteti gücləndirmək nəyə görə vacibdir? Ümumi papilloma virus adından bəlli olduğu kimi virusdur. Bütün viruslarda olduğu kimi ümumi papilloma virusun da müalicə dövründə immunitetin yüksək olması mütləqdir. Doktor, HPV-nin təkrar yoluxma riski varmı? Bəli, təəssüflər olsun ki, pasiyentlərimiz sağaldıqdan sonra da HPV-yə təkrar yoluxa bilərlər. Doktor, HPV testi necə verilir? Ümumi papilloma virusun qadınlardakı olan bütün müayinələri vaginaldır. Pap smear analizi, HPV-nin təyin analizi, kolposkopik müayinə, vaginal müayinə zamanı müayinə edilir.